Yenə Kupçalıya çıxarmışam sizə. Yoldan, magistraldan 10 metr. Kupçalı bu qiymət ev yoxdur. İnandırım sizə. Ana yoldan, əsas yoldan, magistraldan cəmi cümlətanı 10 metr. Kupçalı. Bax, bura evimizin həyəti. Darvazası da var ya, bax. Görürsən, var darvazası. Hamını salamlayıram, xanımlar və cənablar. Evdə yaşayış olmadığı üçün, bir də evi belə götür zəhmət olmasa. Evdə yaşayış olmadığı üçün evin vəziyyəti çox törtöküntüdür və yəni bunu nəzərə alın, Kupçalı bu qiymətə həqiqətən ev yoxdur. Gəlin evin içində sizi tanış edeyim. Var Kupçalı bu qiymətə, həyətinə maşın girən yoxdur. Gəl mətbəxə bax. Mətbəx ideal. Yenə deyirəm, bugünkü gündə Kupçalı bu qiymətə sən ev, gəz tapırsanız elə bax. Bəzi evlərin deçkisi boyda. Bir dənə burada yataq otağına bax elə. Gör nə boydadır. Hələ 5 var ha burada. Yəni ona görə sizlə görüşəndə 5 ilə doludur. Zala bax bir dənə. Zaldan bir də otaq çıxar. Oy, nə olma boydadır. Zal çox böyük, qoşadaş. Zal həqiqətən böyükdür. Yəni zalın kvadratına söhbət yoxdur. Kupçalı paket. Torpağın da evində. Qazı, işığı, suyu, kanalizasiyası olan ev. Kupça əlimdə. Bəli, bu gördüyünüz evin qiymətli nə qədər? Hardasa 7-nin 5-ə təksiz alıb. Qiymət cəmi cümlətanı 43 min. Verirsən, Xırdalanda, 119-un yolunda, marşrutda 10 metr məsafədə qazı, işığı, suyu, kanalizasiyası olan Kupçalı 2 otaq, 1 mətbəx. 43 min. Var belə bir şey. Varsa göstərdin də mənə. Yoxdur. Sağ olun bana.